Deməli, Aylin, necəsən? Yaxşı. Deməli, bugünkü mövzumuz miqyasdır. Miqyas nə deməkdir? Miqyas deyəndə, ümumiyyətcə miqyas deyəndə nə başa düşürük? Deməli, Aylin, biz təbii ki, xəritə görmüsən də sən. Azərbaycan xəritəsi təxmin olaraq güya ki, bir oxşarım. Bəli, Azərbaycan xəritəsidir, təsəvvür elə və Kür çayıdır bu. Kür çayı. Bax. Azərbaycan xəritəsində Kür çayı tutaq ki 10 sm uzunluğunda verilir də, hə? Aylin, və yaxud da 15 sm uzunluğunda verilir. Amma onun reallıqda ölçüsü 10 sm-dir, yoxsa 15 sm-dir? Əlbəttə ki, belə deyil, daha uzundur da, hə? Bəli. Aha, deməli, biz bu Kür çayının uzunluğunu müəyyən dəfə qədər kiçiltmişik və onu xəritədə təsvir etmişik, eləmi? Ya bunun bizə nə deməkdir? Yəni, hər hansı bir obyekti müəyyən bir dəfə qədər, yəni miqyas qədər kiçildib, onu planda təsvir etmişik. Yəni, tutaq ki, xəritədə təsvir etmişik. Hər hansı bir evin planını çəkmişik, evi orada təsvir etmişik. Adi, məsələn, qlobusda Azərbaycan nə qədər görsənir? Balaca görsənir də. Və yaxud da qlobusda görmüsənmi? Nəyi görmüsən sən ümumiyyətcə qlobusda? Avrasiya materikini görmüsən? Görsən, Avrasiya materiki o qədər böyük bir ərazidir ki, amma o qlobusda balaca bir ərazi kimi göstərilibdir. Yəni, müəyyən miqyas qədər kiçildilib və planda elə təsvir olunubdur. Planda elə təsvir olunubdur. Yəni, miqyas nədir? Hər hansı bir həqiqi məsafənin müəyyən qədər kiçildilməsidir. Aylin. Deməli, düsturumuz var, Aylin. Düsturumuz nədir? Diqqətli oluruq və misallar üzərində baxırıq. Düsturumuz... Plandakı məsafədir. Xeyr. Həqiqi uzunluq bərabərdir. Miqyas vur plandakı miqyas vur plan, belə deyim sənə. Deməli, həqiqi məsafə bərabərdir. Miqyas vur nə? Plan. Düsturumuz budur. Və bunun əsasında biz miqyasımızı da tapacağıq, planımızı da tapacağıq. Burada miqyas nəyə bərabərdir, Aylin? Miqyas həqiqi və... Burada miqyas bərabərdir. Həqiqi məsafə böl plandakı məsafə. Bəs yaxşı. Plandakı məsafə nəyə bərabərdir? Plandakı məsafə həqiqi məsafə vur. Yox, həqiqi məsafə böl miqyasa. Böl miqyasa. Bax, bu düstur əsasında biz miqyası da tapa bilirik, planı da tapa bilirik. Həqiqi məsafəni bir dənə bilməyimiz bizə kifayətlidir. Həqiqi məsafə nə deməkdir? Miqyas vur plandakı məsafə. Keçək misallar üzərində. Aylin. Misallar üzərində baxaq. Aylin bizə deyir ki, miqyas plandakı məsafə bərabərdir. Həqiqi məsafə böl miqyasa. Həqiqi məsafə. Bəli. Aylin, tutaq ki, bizə veribdir ki, miqyas 1-in 300-ə. Səhifə riyaziyyat kitabından səhifə 47-də, məsələn, birinci çalışmaya baxa bilərsən. Baxırım. Aha.
Plandakı məsafə verilir ki? Plandakı məsafə verilir. 3 santimetr. Deyir ki, həqiqi məsafəni tap. Həqiqi məsafəni tap. Deməli, düsturumuz nə idi? Həqiqi məsafəni tapmaq üçün miqyas 40 plan. Aha, deməli. Həqiqi məsafə bərabərdir nəyə? Həqiqi məsafə bərabərdir miqyas vur plan. Nə edəcəm? Miqyasımı 300-ümü vuracam neçəyə? 3-ə. Elədi neçə? 900. Həqiqi məsafə neçədir? 900-dür. İndi çox asan dərsdir Aylin. Bircə dəqiqə. Aha, ekranı görürsən? Aha. İndi Aylin başqa bir misala baxaq. Deyir ki, yenə verilir bizə plan miqyas verilir. 1 bölünsün 400. Plandakı məsafə verilir 2 santimetr. Deyir həqiqi uzunluğu tap. Həqiqi uzunluğu tapmaq üçün həqiqi bərabərdir miqyas vur plandakı məsafə. Yəni 400 vur 2. Bəli, 400. Miqyas neçədir? 400. 400 vur 2. 800. Deməli, həqiqi uzunluq neçədir? 800-dür. İndi keçək bizə digər verilənlərə baxmağa. Bəli. Bəzən Aylin bizə planın miqyası verir və həqiqi məsafə verir. Məsələn, deyir ki, miqyas 1 bölünsün 100. Həqiqi məsafə qulaq asaq hələ ki 800 santimetr və deyir ki, plandakı məsafəni tap. Həqiqi məsafə böyük miqyas. Deməli, plandakı məsafəni tapmaq üçün mənə miqyas verib və həqiqi verilib. Həqiqini böləcəm nəyə? Plandakı məsafə bərabərdir. Həqiqi nədir? 800 böl miqyas 100. Sıfırlar getdi, 8. Deməli, plandakı məsafə nə qədərdir? 8 santimetrdir. Bax, hər hansı bir məsafənin həqiqi ölçüsü deməli 800-dür. Onu 1 böl 100 santimetr qədər kiçildiblər və planda onu 8 santimetr çəkiblər, qeydə alıblar və s. kimi demək mümkündür. Başqa bir misala baxaq. Buna uyğun başqa bir misala baxaq. Başqa bir misala baxaq Aylin. Yenə baxaq. Deyir ki, bu dəfə biraz fərqliyə baxaq. Deyir ki, iki məntəqə arasında məsafə, tutaq ki, bu məntəqə ilə bu məntəqə arasındakı məsafə 4 kilometrdir. Həqiqi məsafədir də bu. 4 kilometrdir. A məntəqəsi ilə B məntəqəsi arasında məsafə 4 kilometrdir. Deyir ki, verilmiş miqyasla xəritədə bu məntəqələr arasında məsafə nə qədər olar? Həqiqi məsafəmiz 4 kilometr verilibdir, Aylin. Deyir ki, bunu xəritədə mən bu məsafəni tutaq ki, belə deyim də 4 kilometri buradan silim. Buradan silək. Aha, həqiqi məsafə verilir 4 kilometr. Miqyas verir. Burada A, B, C, D miqyasları var. Yəni, müxtəlif miqyaslar verilir bizə. Məsələn, B variantında 1 böl 20 mindir. 1 böl 20 min. Deməli, mən bu miqyası, Aylin, yəni 4 kilometr həqiqi miqyası 1 böl 20 min qədər
dəfə kiçiltməliyəm ki, AB məsafəsini mən xəritədə nə qədər çəkəcəm? Neçə santimetr çəkəcəm? Ben 2000 Və yaxud da xəritədə, bax, burada xəritədə ola bilər, plandakı məsafə də ola bilər. Fərqi yoxdur, eyni mənaya gəlir. Ben her gün mesela böyle yaz. Bəli, plandakı məsafəyə bərabərdir həqiqi məsafə böl miqyas, yəni 20.000. Aylin, burada diqqət etməyimiz lazım olan bir məqam var. Kilometrlə verilib bizə. Nə edəcəm? Kilometri çevirəcəm santimetrə. Aylin, çünki bizdə miqyaslar çox vaxt santimetrlə verilir. Metrlə veriləndə yazılır. Amma verilməyibsə, deməli orada santimetrlə verilibdir bizə. İndi mən 4 kilometri nəyə çevirəcəm? Santimetrə çevirəcəm. 1 kilometrimiz neçə santimetrdir? 100.000 santimetrdir. Olacaq nə? 400.000 santimetr. Böl 20.000 santimetrə. Deməli, nə edirəm? 4 dənə 0 buradan silirəm, 4-ünü də buradan. Elədi nə? 40. Deməli, həmin o 4 kilometrlik məsafə bu xəritədə 40 santimetrlə göstərilə bilər. Ancaq, deməli, Aylin, burada fikir verməyimiz lazım olanda nə oldu? 4 kilometrlə verilib bizə. Mən kilometri santimetrə, bax, dedim sənə, miqyas santimetrlə verilir. Kilometri santimetrə çevirməliyəm. Kilometri santimetrə çevirmək üçün 5 dənə 0 yazmalıyam yanına. 5 dənə 0. Yaxşı mı? Bura aydın oldu? Keçək Aylin. Keçək başqa formalarına, misallarımızın başqa formasına. Deyir ki, bəli. Gələcəksən, hə. Deyir, həqiqi məsafə. Həqiqi səhifə 47-də 5-ci misala baxırıq. Deyir ki, Aylin, həqiqi məsafə 250 metrdir. Plandakı məsafə isə 5 santimetrdir. Ben 250 metre santimetre. Bəli, miqyası tap. Miqyas. Sual. Miqyası tapmaq üçün nə edəcəm? Həqiqi məsafəni, yəni 250 metri böləcəm nəyə? 5 santimetrə. 5 santimetr. Bax, Aylin, burada ölçü vahidləri fərqlidir. Biri metrdir, biri santimetrdir. Biz də bilirik ki, metri santimetrə bölmək olmaz. Eyni ölçü vahidinə çevirməliyik biz. Eyni uzunluq vahidlərinə çevirməliyik. Hər ikisi də ya santimetr olmalıdır, ya da metr olmalıdır. Deməli, 1 metrimiz 100 santimetrdirsə, 250 metrimiz neçə santimetr olacaq? 1 metrimiz 100 santimetrdirsə, 250 metrimiz neçə santimetrdir? 250. 2 dənə də 0 yazıram yanından. 25.000 santimetrdir. Metri santimetrə çevirəndə 2 dənə 0 yaz yanından. Yaxşı? Başa düşmədin? Deməli, Aylin, bölürük 5 santimetrə. Nə etdi Aylin? 5.000. 5.000. Eləmi? Bəs miqyas necə bildiriləcək? Miqyas necə bildiriləcək? 1 böl 5.000. 5.000. Miqyası nə oldu? 1 böl 5.000. Başqa bir misala baxaq, Aylin. Deməli, burada biz nəyə diqqət etməliyik? Kilometrə, millimetrə, santimetrə. Bunlar eyni uzunluq vahidləri olmalıdır, Aylin.
Bunlara diqqət etməliyik yazanda. Gəl B variantına baxaq. C variantına da baxa bilərik. Sadəcə burada B variantına deyirəm ki, burada millimetrə çeviribdir. Məsələn, deyir ki, burada həqiqi uzunluq, həqiqi məsafə, daha doğrusu, həqiqi məsafə verib 4 kilometr. Plandakı məsafə, plandakı 2 millimetr verilib. Deyir ki, miqyası tap. Miqyas, sual. Miqyası tapmaq üçün nə edəcəm? Millimetre çevirmeli, kilometre yoksa. Aha, indi bizdə, Aylin, kilometri çevirəcəyik millimetrə. Kilometre, millimetre. Birinci həqiqi məsafə nəyə bərabərdir? Daha doğrusu, miqyas nəyə bərabərdir? Miqyas beraberdir həqiqi məsafə. Yəni nə? Yəni nə? Yəni 4 kilometre. 4 kilometre. Bəli, 4 kilometr böl 2 millimetr. Hə, Aylin? Aha, bax görsən, biri kilometrdir, biri millimetrdir. Mən kilometri millimetrə çevirəcəm. Deməli, 1 kilometrimiz neçə olacaq, neçə millimetr olacaq? Mən 4 milyon. Bəli, 4 milyon. 4 milyon. 4 milyon millimetr. Böl 2 milyon. 2 millimetr daha doğrusu. Deməli, neçə qalacaq? Yox. 4 milyonu 2-yə böləndə. 2, 100 min yox. 2 milyon. Aha, miqyas nə olacaq Aylin? Miqyas 1 böl 2 milyon. 1 bölü 2 milyon. Aha, 2 milyon. Aha, Aylin. Başqa bir misala baxaq. Başqa bir misala. Onun peşine bakalım. Baxaq. B-sinə, B variantına, Peşine. C-sinə baxaq. Baxaq, Aylin. Deməli, bizə deyir ki, həqiqi məsafə 60 kilometrdir. Eləmi? Plandakı məsafə isə 3 santimetrdir. Miqyası tap. Ben miqyası tapmaq üçün biraz dediyim kimi həqiqi məsafəni bölməliyik. Aha. 60 kilometr böl 3 santimetr. Bax, Aylin, bunlara fikir verməliyik, ha? Biz kilometr bölünsün santimetr var burada. Kilometr bölünsün santimetr var. Mən nə edəcəm? Kilometri çevirəcəm nəyə? Santimetre. Kilometrede santimetre çevirdikdə deməli Bayaq dedim kilometri santimetre çevirərkən 5 dənə 0 yaz yanından. 6 milyar. 6 milyard yox, 6 milyon. 6 milyon. Böl 3 santimetr. Belə. Bərabərdir 2 milyon. 2 milyon, bəli. Miqyas nə olacaq? 1 böl 2 milyon. Bərabərdir 1 milyon 2 milyon. 1 böl 2 milyon. Aha. Aha. Sonra Aylin. Sonra biz A variantını yazdıq. Keçək başqa bir misallara. Aklımda məsələ var, 6-cı məsələ. Yazaq 6-cı məsələni, Aylin.
Yazaq 6-cı məsələni. Deyir ki, plan 1/200 miqyasındadır. A variantı verilib. Otağın plandakı uzunluğu, deməli, plandakı uzunluq 3 santimetrdir. Miqyası da verib, uzunluğu da verib. Bəli. Həqiqi uzunluq deyir tap. Həqiqi uzunluq nə qədər? Neçə olacaq? Həqiqi uzunluq bərabərdir. Nəyə? Bərabərdə miqyas vurulsun var. Bəli. 200 vurulsun 3. 600. 6. Aha. Tapdım ki, həqiqi uzunluq neçədir? 600. 600. Aha. 6 metr. Bəli. Bəs yaxşı. Bizə deyir ki, B variantında hasarın həqiqi uzunluğu B variantında deyilir. Hasarın həqiqi uzunluğu 20 metr olarsa Həqiqi böl miqyas. onun plandakı uzunluğunu tap. Həqiqi böl miqyas. Bizə bu ümumi miqyası A və B variantına əsasən verir. Yəni hər ikisinə də aiddir o miqyas. Deməli 20 metr böl neçəyə? Miqyasımız 200. 200-ə. 200 200 santimetr. Afərin. Mən indi biz burada zamanlıyıq. Biz burada deməli 20 metri çevirməliyik santimetrə. Bəli, mütləq şəkildə çevirməliyik. Neçə olacaq? O da olacaq 20 min. 20 min. 1 metrimiz 100 santimetrdir. Deməli, mən bunun sonuna 2 dənə 0 yazacağım. 1, 2. Aha. Neçə elədi? 10. Deməli, plandakı məsafə nə qədərdir? 10'dur. 1 bölünsün 10. Yox. 1 bölünsün 10 yox. 10. Bəli, 10. Miqyas çünki bizə verilib. Bu ümumi miqyas həm A variantında istifadə etdik, həm də B variantında istifadə etdik. Aylin. Sonra deməli 8-ə baxaq. 8-ə baxaq. 1 bölünsün 8-ə baxaq. Deyir ki, Ana masa mısındır? 2 santimetrdir. Nə deməkdir? Deyir ki, miqyas 1 bölünsün 20 min. 1 bölünsün 20 min olan xəritədə iki məntəqə arasındakı məsafə 6 santimetrdir. Bu iki məntəqə arasındakı məsafə realda, yəni həqiqi 6 santimetrdir, yoxsa planda 6 santimetrdir? Planda. Planda, bəli, planda 6 santimetrdir. Miqyası bir də yenidən deyir. Gəl bura qədər hələ bunu yazmayaq. Gəl buradan həqiqi məsafəni tapaq. Həqiqi məsafə nəyə bərabər olacaq? Mən həqiqi məsafəni tapmaq üçün plandakı məsafəni miqyas almalıyım. Deməli, 20 min vurulsun 6. Yəni o da bərabərdir 120 min. 120 min. Eləmi Aylin? Bəli. Aha, həqiqi məsafəmizi tapdıq. Deyir ki, miqyası bizə lazım idi. Aylin, bu həqiqi məsafəni tapmaq burada. İndi sonra davam edirik. Deyir ki, miqyası 1/50.000 olan xəritədə bu məntəqələr arasında məsafə nə qədər olar? Bu məntəqələr arasındakı məsafə nə qədər olar? Nə demək istəyir Aylin burada bizə? Yəni deyəkin yuxarıdakı məntəqələr arasında məsafələri qalır. Yox, yuxarıdakı hansı? Bax, bayaq ki bizə verildi. Bu məntəqə arasında planı verdi, miqyası verdi. Mən həqiqi uzunluğu tapdım. Tapdım ki, həqiqi uzunluq 120 mindir. Sonra deyir ki, bu 120 min 1/50.000 dəfə kiçildilərsə, həmin xəritədə bu məntəqə arasında məsafə nə qədər qeyd olunar?
Deməli, həqiqi uzunluq verilib, miqyas verilib. Bəli. Mən xəritədəki uzunluğu, yəni plandakı uzunluğu. Fərqi yoxdur, xəritədə yaza bilərəm, planda yaza bilərəm. Nə qədər olacaqdır Aylin? 170 min. Hardan aldıq 170 mini? 170 min yox lan. 70 min. Hardan aldıq 70 mini? Deməli, 100... Hə. 120 min var ki, əlimi gözləmək Hə. istəyəcək. Çıxmırıq. Çıxmırıq. Bayaqdan çıxmadan danışmışıq biz. Bölürük. Həqiqi məsafəni. Ümumiyyətlə, çıxmadan biz söhbət etdik. Yəni, mənim yadıma gəl. 120 min. Bölürük neçəyə? 50 minə. 4 dənə 0. 4 dənə 0 getdi. Bir dəqiqə. Aha. Nə qaldı burada? 5, 12. 5-də 12. Bu da neçə elədi? 2-dən 5-də 1. 2. 5-dən 5-də 2. Bəli. Deməli, onu bu məntəqələr arasındakı məsafə planda nə qədər olacaqdı? 2-dən 5-də 2. Bəli, santimetr qədər qeyd olunacaq. Bu qədər Aylin. Miqyasda necə çətinliyin oldu sənin? İndi dərsdən sonra ya sabahlarım götürərsən, zəhmət olmasa, miqyas mövzusunun hamısını yazarsan. Aha. 46, 47, 48-ci səhifələrin hamısını bitir yenidən. Yaxşı Aylin? Yox. Aylin, yenidən yazacaqsan. Aylin. Bax, yenidən yazacaqsan. Yenidən yazacaqsan. Yaxşı mı? İkini yaz Aylin. Burada başa düşməməli bir şey yoxdur. Deyir ki, xəttkeşdən istifadə etməklə. Burada xəttkeş götürəcəksən özünlə. İstifadə etməklə xəritədə şəhərlər arasındakı birbaşa məsafəni ölçün. Burada miqyas verilib. Bax, aşağıda miqyas nə qədər verilib? Bax, 1 bölünsün. Nə qədər verilibdir miqyas Aylin? 6 milyon. Hə? 6 milyon miqyas verilibdir. İndi bir dənə zəhmət olmasa xəttkeş gətir özünlə. Bəli, deyir Bakı, Gəncə arasındakı məsafə xəritədən gör nə qədərdir? Denən. Bax, gör nə qədərdir? Bəli. Hanı bu xəttkeş? Nə? Tapa bilmirsənsə Aylin, bax, başa düşdün mahiyyəti, nə edəcəksən? Bəli. Bakı ilə Gəncə arasındakı məsafəni xəttkeşlə ölçəcəksən. Tutaq ki, ora gəldi 5 santimetr. Hə? Bəli. Tutaq ki, məsəl üçün deyirəm. Deyir ki, həqiqi məsafəni tap. Həqiqi məsafəni tapmaq üçün miqyası vurdu o plandakı məsafəyə. Bəli. İndi burada həqiqi məsafə tapacağıq. Bəli, 5-i vuracaqsan. Neçəyə? 6 milyon. 6 milyona. 6 milyon. Bəli. Sonra Quba ilə Şuşa deyir, götürəcəksən xəttkeşi Quba ilə Şuşa arasında məsafəni ölçəcəksən, yenə vuracaqsan miqyasımıza və həqiqi məsafəni. 2 santimetr çıxdı. Onu da vuracaq 6 milyona. Bəli. 42 milyon. Milyon. Bəli. Başa düşdün Aylin? Bəli. Çalışmaların hamısını yerinə yetirirsən. Başlamaq. Atırsan mənə şəklin, yaxşı mı? Nəysə lazım olsa sual verərsən.
Mən şəkillər atım, yoxsa atılır üzərində yazım? Şəkillərini atarsan mənə. Sabah yaz şəkillərini at mənə. Tamam. Oldu Aydın. Gecən xeyrə qalsın. Gecən xeyir. Sağ ol. Sağ ol. Evet.